Ramazan ayında başqaları da sənin kimi orucdur. Həmrəylik yaranır. İnsan biləndə ki, bir neçə insan onunla bircədir, bir həmrəylik formalaşır, qəribə bir birlik yaranır. Fikir verin, necə mehriban ayədir oruc ayəsi. Ya eyyuhəllədinə amənu. Görün necə başlayır. Ey iman gətirənlər. Ey iman gətirənlər ən şirin müraciətidir Allah'ın. Kutibə aleykumus-siyam. Oruc sizə vacib edildi. Və təskinlik vermək üçün deyir, kəma kutibə aləllədinə min qablikum. Səndən öncə əvvəlkilər deyilib. Elə bir uşağı aparsan peyvənd vurdurmağa, məsələn, balaca uşaqları. Uşağı deyirsən ki, gəl gedək, ağlayır. Deyirsən ki, bax, görsən, o bir uşaqları da vururlar. Bu, onun təskinlik gətirir. Allah da belə danışır Quranda. Biz nə qədər böyük olsaq da Allahın dırnaq arası məcazlısı övladları sayılarıq. İndi başqa yerə yozmasalar, var hədislərdə ki, cəmaat Allahın ailəsidir. Var belə hədislərdə belə söz. Yəni, bir mehriban ata kimi danışır ki, ey iman gətirənlər, oruc sizə vacib edildi, sizdən öncəkilərə vacib edildiyi kimi. Elə bir uşağa deyir ki, o uşaqlara da peyvənd vurulur. Ləalləkum təttəqun ki, qorunasan. Orucu ümumiyyətlə mənəvi peyvənd adlandırmaq olar. Ruhun peyvəndi. Oruc insanı mənəvi yoluxmalardan saxlaya bilir.